Birinci hissədə dünyaya səs salan Jeffrey Epstein'in əslində sadəcə bir oyunçu, bir fiqur olduğunu və kimlər tərəfindən yaradıldığını faktlarla gördük. İndi isə pərdəni biraz daha qaldırırıq. Bu adamın rəhbərlik etdiyi qlobal cinayət şəbəkəsinin uşaq qaçırılmalarından tutmuş, ən iyrənc cinsi istismar rituallarına qədər uzanan dəhşətli pərdə arxasına nəzər yetirəcəyik. Bu, sadəcə bir pozğunun hekayəsi deyil. Bu, dünya nəhənglərinin, texnologiya milyarderlərinin və prezidentlərin necə bir şantaj bataqlığına çəkildiyinin xəritəsidir. Hazır olun, çünki bu epizodda siyasətin ən uca zirvələrindən adadakı yeraltı laboratoriyalara, Bill Gates'in pandemiya ilə bağlı Epstein'lə olan əlaqələrinə və bu məsələlərin İsrail-Mossad bağlantılarına qədər gedib çıxan o qanlı gedişatla tanış olacağıq. Birinci hissədə qeyd etdiyimiz kimi 1991-ci il hər şeyin rəsmiləşdiyi il oldu. Sovet İttifaqı dağılarkən dünya yeni bir nizama keçid edirdi. Mega qrup bu yeni nizamda ABŞ-ni idarə edən gizli əl olmaq üçün tam hazır idi. Lakin onlara bir şey lazım idi. Siyasətçiləri, akademiyanı və sənaye nəhənglərini sadəcə iyanələrlə deyil, daimi qorxu və asılılıqla özlərinə bağlamaq. Budur, Epstein layihəsinin əsl qaranlıq üzü burada başlayır. Epstein sadəcə varlıların əyləndiyi bir ada almamışdı. O, beynəlxalq səviyyədə işləyən bir kəşfiyyat tələsi qurmuşdu. Leslie Wexner tərəfindən verilən sonsuz büdcə ilə Epstein New Yorkda, Palm Beachdə və məşhur adasında elə bir sistem qurdu ki, bura daxil olan hər kəsin hər hərəkəti qeydə alınırdı. Sistem sadə idi, lakin sarsıdıcı idi. Birinci növbədə o, hədəf seçimini müəyyən edirdi. Gələcəkdə vəzifəyə gələcək gənc siyasətçilər, nüfuzlu elm adamları və texnologiya sahibləri. İkinci növbədə isə yem hazırlayırdı. Dəbdəbəli həyat, özəl təyyarələr və masaj adı altında təqdim olunan az yaşlı uşaqlar, hər otaqda gizli kameralar və mikrofonlar. Nəticə, artıq həmin şəxs ömürlük olaraq mega qrupun və İsrail maraqlarının sadiq nümayəndəsinə çevrilirdi. Bir imza, bir müharibə qərarı və ya bir qanun dəyişikliyi üçün sadəcə bir kasetin varlığını xatırlatmaq kifayət idi. Epstein bu iyrənc mexanizmi tək idarə etmirdi. Burada kəşfiyyat dünyasının ən qaranlıq isimlərindən birinin qızı Ghislaine Maxwell dövrəyə girir. Atası Robert Maxwell'in Mossad ilə olan dərin əlaqələri bu layihənin sadəcə bir pozğunluq deyil, dövlətlər arası bir kəşfiyyat əməliyyatı olduğunun ən böyük sübutudur. Maxwell'in vəzifəsi məhsul tədarük etmək idi. Dünyanın müxtəlif yerlərindən, xüsusilə Şərqi Avropadan, Sovetlərin dağılmasından sonra yaranan xaosdan istifadə edərək gətirilən uşaqlar bu şəbəkənin qurbanına çevrilirdi. Epstein 2008-ci ildə ilk dəfə ciddi şəkildə ifşa olunmaq təhlükəsi ilə üzləşəndə sistemin onu necə qoruduğunu gördük. Florida prokuroru Alexander Acosta, hansı ki daha sonra Trump'ın əmək naziri olacaqdı, Epstein ilə 100 illiyin razılaşmasını imzaladı. Niyə? Çünki Acostaya yuxarıdan gələn əmr belə idi. O, kəşfiyyata məxsusdur, toxunmayın. Epstein cəmi 13 ay həbsdə qaldı. Həm də həftənin 6 günü öz ofisinə getmə icazəsi ilə. Bu, mega qrupun hüquq sistemindəki mütləq hakimiyyətinin nümayişi idi. Epstein illərlə toxunulmaz qaldıqdan sonra sistemin onu qurban vermə vaxtı gəlmişdi. Lakin bu gediş sadə bir həbs deyil, böyük bir təmizlik idi. Epstein 6 iyul 2019-cu ildə Parisdən şəxsi təyyarəsi ilə qayıdarkən Teterboro hava limanında saxlanıldı. Bu dəfəki ittihamlar 2008-ci ildəki kimi yüngül deyildi. Federal prokurorlar seks alveri və cinayətkar şəbəkə qurmaq maddələri ilə onu küncə sıxışdırdılar. Maraqlı olan isə o idi ki, illərdir onu qoruyan mega qrup və kəşfiyyat şəbəkələri bu dəfə səssiz qaldılar. Sanki onun vaxtı bitmişdi. Epstein adası isə sadəcə bir əyləncə mərkəzi deyil, bir okkultizm, sirli elmlər məkanı kimi dizayn edilmişdi. Şahidlərin və adadan sızan fotoların işığında bəzi dəhşətli detallar üzə çıxdı. Mavi ağ məbəd, adanın ən yüksək nöqtəsində yerləşən pəncərəsiz və qəribə qızılı günbəzi olan bina,
Şahidlər, məsələn, adada işləyən kadrlar bura yalnız Epstein və onun xüsusi qonaqlarının girdiyini, içəridən qəribə səs və musiqilərin gəldiyini bildirirdilər. Bəzi iddialara görə bura aşağı mərtəbələrə yeraltı tunellərlə gedən gizli bir liftin girişi idi. Qurban ayinləri iddiası. Bəzi şahidlər adada qara ayinlərin keçirildiyini, uşaqların sadəcə seks obyekti deyil, həm də qorxu və travma vasitəsilə idarə olunan ritual qurbanları olduğunu iddia ediblər. İzləmə mexanizmi. Hər otaqda, hətta hamamlarda belə divarların arxasında gizlədilmiş kameralar var idi. Bu, şantaj materiallarının toplandığı əsas istehsalat mərkəzi idi. Səssizliyi pozan əsas şahidlər isə bunlar idi. Virginia Giuffre, şəbəkənin ən məşhur qurbanı və şahidi. O, Şahzadə Andrew və digər nəhəng adlara qarşı ifadə verərək sistemin təməllərini sarsıtdı. Maria Farmer, Epsteinin və Maxwell'in uşaqların necə ovladıqlarını ilk ifşa edən sənətçidir. O, hələ 1996-cı ildə Federal Təhlükəsizlik Bürosuna müraciət etdiyini, lakin sistemin onu susturduğunu bildirmişdi. Adanın işçiləri, bir çox xidmətçi adada çılpaq qaçan azyaşlılar gördüklərini, lakin Wexnerin və Epsteinin gücündən qorxduqları üçün danışmadıqlarını etiraf etdilər. 10 avqust 2019-cu ildə Epstein Manhattan'dakı Metropolitan Correction Center'da ABŞ-ın ən ciddi qorunan həbsxanalarının birində ölü tapıldı. Bu ölümün ətrafındakı suallar bugün də cavabsızdır. Kameralar xarab oldu. Epsteinin kamerasını izləyən 2 kamera məhz həmin gecə texniki nasazlıq səbəbindən çəkiliş etməyib. Növbətçilərin yuxusu. Onu hər 30 dəqiqədən bir yoxlamalı olan mühafizəçilər həmin vaxt yuxuya getdiklərini və qeydləri saxtalaşdırdıqlarını etiraf etdilər. Boyun sümüklərinin sınması. Autopsiya hesabatında Epsteinin boynundakı hioid sümüyünün sındığı aşkarlandı. Tibbi ekspertlər bu növ sınığın asılmaqdan daha çox boğulma zamanı baş verdiyini bildirdilər. Kamera yoldaşı. Ölümündən qısa müddət əvvəl Epsteinin kamerasından 4 nəfəri öldürməkdə ittiham olunan keçmiş polis Nicholas oradan çıxarılmışdı və Epstein kamerada tək qalmışdı. Bəs əslində nə baş verirdi? Epstein məhkəmə qarşısına çıxsaydı, danışacağı hər kəlmə Mega qrupun, Mossadın, Mərkəzi Kəşfiyyat İdarəsinin və dünya liderlərinin sonu olardı. O, ölü elan edilməli idi ki, bu nəhəng şantaj arxivi, yəni kasetlər gizli qalsın. Bugün sızan 8 milyon dosya göstərir ki, Epstein ölsə də onun qurduğu şəbəkənin ifrazatları artıq gizlədilə bilmir. Bu proses sadəcə bir pozğunun hekayəsi deyil, dünyanın idarəetmə modelinin şantaj, kapital, kəşfiyyatın ifşasıdır. Epstein sadəcə bir maliyyəçi deyildi. O, İsrail kəşfiyyatı üçün işləyən bir psixoloji əməliyyat aktyoru idi. Bu əlaqənin ən güclü sübutu Ghislaine Maxwell'in atası Robert Maxwell'dir. Robert Maxwell dünyanın ən böyük media patronlarından biri və Mossadın ən mühüm agentlərindən biri idi. O, 1991-ci ildə məhz Epsteinin yüksəliş ilində müəmmalı şəkildə yaxtasından düşərək öldü. İsraildə ona dövlət səviyyəsində dəfn mərasimi keçirildi. Ghislaine atasının kəşfiyyat mirasını Epstein vasitəsilə davam etdirdi. Ehud Barak, İsrailin keçmiş baş naziri və müdafiə naziri Ehud Barakın Epsteinin New Yorkdakı evinə üzü sarılı şəkildə girib çıxarkən çəkilən fotoları bu əlaqənin ən bariz nümunəsidir. Barak, Epsteinin maliyyələşdirdiyi texnologiya şirkətinin ortağı idi. Məqsəd nə idi? Mossad üçün Epstein bir bal tələsi funksiyasını yerinə yetirirdi. Yəni o, ABŞ siyasətçilərini bu yolla şantaj etmək, İsrailin ABŞ xarici siyasəti üzərindəki mütləq hakimiyyətini təmin edirdi. Lolita Express Epsteinin azyaşlı uşaqları adasına və digər mülklərinə daşıdığı şəxsi təyyarəsinə verilən addır. Təyyarənin uçuş jurnalları sızdırıldıqdan sonra bəzi adlar dünyanı sarsıtdı. Bill Clinton. Uçuş qeydlərinə görə Clinton bu təyyarə ilə ən azı 26 dəfə səfər edib. Baxmayaraq ki, o, adaya heç vaxt getmədiyini iddia edirdi, gizli xidmət agentlərinin qeydləri əksini göstərir. Şahzadə Andrew.
Epstein'in ən yaxın dostlarından biri Virginia Kufre tərəfindən birbaşa zorlamada ittiham olundu və kraliyyət titullarından məhrum edildi. Bill Gates Epstein ilə görüşlərini xeyriyyəçilik məqsədi ilə izah etməyə çalışsa da, bu əlaqənin onun boşanma prosesində böyük rol oynadığı bildirilir. Epsteinin Gates'i bir Rus brik oyuncusu ilə yaşadığı gizli əlaqə üzərindən şantaj etdiyi iddia olunur. Donald Trump 90-cı illərdə Epstein ilə yaxın dost idi. Trump onun haqqında onun qadınları mənim qədər sevdiyini deyirlər, xüsusilə də gənc olanları demişdi. Lakin sonralar araları pozuldu və Trump onu klublarından qovduğunu iddia etdi. Bu günlərdə danışılan 8 milyon dosye əslində Epsteinin illərlə topladığı rəqəmsal arxivin bir hissəsidir. Bu arxivdə nəinki videolar, həm də maliyyə transferləri, gizli müqavilələr və kəşfiyyat notları yer alır. Sistem necə qorunur? Bu isimlərin hamısının eyni anda həbs olunmaması sistemin qarşılıqlı təminat prinsipi ilə işlədiyini göstərir. Əgər biri danışsa, hamı batacaq. Buna görə də proses mərhələli açılım şəklində aparılır ki, sistem tamamilə çökməsin. Sadəcə istifadə müddəti bitmiş fiqurlar təmizlənsin. Təmizliyin son mərhələsi Ghislaine Maxwell hazırda həbsdədir, lakin onun müştəri siyahısı hələ də rəsmən tam açıqlanmayıb. Bu, Mega qrupun hələ də ədliyyə sistemində güclü olduğunu göstərir. İndi isə Bill Gates ilə Epstein arasında olan əlaqələrə diqqət yetirək. Bill Gates və Jeffrey Epstein arasındakı əlaqə sadəcə iki zəngin adamın dostluğu deyil, maliyyə, biotexnologiya və qlobal idarə etmə üçbucağında qurulmuş qaranlıq bir ittifaq idi. Bu məsələdə peyvəndlər və genetik layihələr mərkəzi rol oynayır. Gəlin bu bağın ən detallı və ən qorxulu tərəflərinə baxaq. Bill Gates Epstein ilə 2011-ci ildə, yəni Epstein artıq rəsmi olaraq uşaqbaz kimi qeydiyyatda olduğu dövrdə görüşməyə başlamışdı. Bu görüşlərin əsas mövzusu qlobal səhiyyə fondu yaratmaq idi. Epstein Bill Gatesə dünya liderləri və maliyyə nəhəngləri, məsələn JP Morgan ilə əlaqə qurmağı vəd edirdi. Məqsəd Bill and Melinda Gates fondunun peyvənd layihələri üçün milyardlarla dollar vəsait toplamaq və bu layihələri inkişaf etməkdə olan ölkələrdə tətbiq etmək üçün siyahı qapılar açmaq idi. Epsteinə yaxın olan elm adamlarının ifadələrinə görə o Yevgenika, insan irqinin genetik seçmə yolu ilə təkmilləşdirilməsi elminə xəstəlik dərəcəsində maraq göstərirdi. Epsteinin gizli planı New Mexico'dakı rançosunda öz DNT-si ilə 20 qadını eyni anda hamilə qoyaraq insan irqini genetik olaraq dəyişdirmək idi. Bill Gates'in də əhalinin artım sürətini azaltmaq və peyvəndlər vasitəsilə qlobal səhiyyəni idarə etmək mövzusundakı çıxışları bu iki şəxsin ideoloji olaraq eyni nöqtədə birləşdiyini göstərir. Epstein Bill Gates üçün sadəcə bir maliyyəçi deyil, həm də bu tip sərhədsiz elmi eksperimentlər üçün etik qaydaların olmadığı bir laboratoriya mühiti təmin edən adam idi. Adada işləyən xidmətçilərdən birinin ifadəsinə görə bəzi binalara giriş tamamilə qadağan idi və oradan xəstəxana qoxusu, antiseptik qoxu gəlirdi. 2019-cu ildə Federal Təhlükəsizlik Bürosu adada reyd keçirəndə bir çox sənədin məhv edildiyi və ya Epsteinin vəkilləri tərəfindən gizlədildiyi məlum oldu. İnternetdə dolaşan uşaqların genetikası ilə oynanılırdı və ya insan əti yeyilirdi kimi xəbərlərin bir çoxu sübuta yetirilməmiş və çox vaxt diqqət əsl mahiyyətdən uzaqlaşdırmaq üçün ortaya atılmış iddialardır. Reallıq isə budur. Epstein çox böyük bir genetik məlumat bazasına sahib olmaq istəyirdi və bu yolla Bill Gates kimi rəqəmsal səhiyyə nəhəngləri ilə əməkdaşlıq edirdi. Onu maraqlandıran mərhəmət deyil, insan həyatı üzərində mütləq nəzarət idi. Beləliklə, Epstein mövzusu bir ovuc kapitalistin hədsiz dərəcədə zənginləşməsi nəticəsində insana tamamilə özgələşməsinin və insanlıqdan çıxmış fantaziyaların ifşasıdır. Biraz mütaliəsi olan, mücərrəd düşünmə qabiliyyəti inkişaf etmiş hər kəs bilir ki, bu cür vaxtlar hər dövrdə, hər yerdə olub və bundan sonra da ola bilər. Çünki belə bir rəzalət ancaq sinifli bir cəmiyyətdə, yəni insanın insan üzərində mütləq ağalığı olan yerdə baş verə bilər. Müəyyən sayda bir yığın ultra zəngin sərvətləri sayəsində insanlıqdan o qədər qopur ki, digər insanları sadəcə bir əşya kimi görür.
Bu özgələşmə hədsiz zənginliyin təbii nəticəsidir. Pul o qədər çoxdur ki, artıq heç bir sərhəd, heç bir əxlaq, heç bir empatiya qalmır. Qanunlar, ədalət və vicdan hamısı satın alına bilən vasitəyə çevrilir. Tarixə baxdıqda eyni mənzərəni həmişə görürük. Sinifli cəmiyyətlərdə hakim sinif əzilənlər üzərində hər cür haqqı özündə görürdü. Romada patrisilərin kölələrlə etdikləri, feodalizm dövründə lordların kəndlilərlə etdikləri, müstəmləkəçi bəylərin yerli xalqlarla etdikləri, bugün Epşteynin etdikləri də məhz həmin məntiqdir. Sərvət bərabərdir toxunulmazlıq, bərabərdir insan üzərində qeyri-məhdud hökmranlıq haqqı. Bu sapqınlıq fərdi bir kənara çıxma deyil, sistemin birbaşa məhsuludur. Bərabərsizlik nə qədər dərinləşirsə, bu növ iyrəncliklər də bir o qədər normallaşır. Sinifsiz bərabər hüquqlu bir cəmiyyət qurulmadıqca, güc və pul yığımı insanı insanlıqdan çıxarmağa davam etdikcə bu cür hadisələr bitməyəcək. Onlar sadəcə forma dəyişdirərək davam edəcək. Videonu sona qədər izlədiyiniz və dəstəyiniz üçün təşəkkürlər.